Sonuncu bu barədə danışan Səidə Bəkir qızı oldu. Fotosunu efirə verin zəhmət olmasa. Səidə Bəkir qızı adlı o jurnalist. Özdən jurnalist deyən o kəs. Jurnalistsən, jurnalist kimi xəbərini topla, informasiyanı topla, informasiyanı cəmiyyətə ötür, təqdim elə. Yəni, kim ixtiyar verib ki, bilmədiyin bir mövzu haqqında ağzına gələni danışasan? Yaltaqlıq eləmək istəyirsən, məhtahlıq eləmək istəyirsən, hansısa bir imtiyazlar uğrunda, hansısa bir vəzifə uğrunda, hansısa bir təminat uğrunda, hansısa bir alqış uğrunda nəsə əldə eləmək istəyirsənsə, get başqa mövzu haqqına danış. Ən həssas mövzu olan uşaq hüquqları haqqında bu cür bayağı danışıb savadsızlığını ortaya qoymaq sənə nə verəcək? Nə verəcək sənə? Ki, nə verdi də ümumiyyətlə? Özünü gözdən salmadın, özünü alçatma. Sən elə bilirdin ki, Azərbaycan kişisini, Azərbaycan valideynini sən alçaldacaqsan, özünü qürurlu, fəxarətli kimi biri göstərəcəksən. Amma alınmadı, keçmədi o Səidə Bəkir qızı. Bu günə qədər nə yığmışdınsa, nə reyting toplamışdınsa özün üçün. Bu cəmiyyətin maraqları üzərindən oynayaraq. Onların hamısını da vurdun yerin dibinə sən. Bəli, sən. Çoxları burada sənin haqqında danışanda deyirdilər ki, o Azərbaycanlı qadınıdır. Qeyrətli Azərbaycan xanımıdır. Mərd Azərbaycan xanımıdır. Bu gün o mərd dediyiniz Azərbaycan xanımı hüquqdan, qanundan anlayışı olmaya, bəlkə də varsa da belə durub Azərbaycan kişisini fahişədən betər adlandırır. Bəs buna nədir sözünüz? Nədir buna sözünüz? Nə deyirlərsiniz bu haqda? Kimdir bu antimilli ünsür? Gəlib burada Azərbaycan xalqına, Azərbaycan insanına qiymət verir. Özü əllə danışır. Mənim atam, qardaşım uşaq pulu davası aparmırdı. Aparmırdı ona görə ki, sənin vaxtında uşaq pulu verilirdi. Ona görə verilirdi. Ona görə aparmırdı. Çünki sənin vaxtında həqiqətən sənin özün də etiraf etdiyin kimi közünə etiraf eləmirsən. Uşaq pulu alırdı sənin valideynin. Bəlkə heç buna ehtiyacı da olmuyor. Sənin yağdar içində yaşadıb. Yüksək səviyyədə yaşadıb. Hansı yollarla yaşadıb heç onu da bilmirəm. Bilmək də istəmirəm. Amma bugünkü gündə axı kim o uşaq pulunun davasını apardı ki, kim bu barədə sosial tərəfdə görsəndi ki, sən belə coşasan, Günay Ağamalı kimisinə dəstək verəsən, onun qəbildən olan başqa ayrı şəxslərə dəstək verəsən, nə oldu? Və sən Azərbaycan xalqının, Azərbaycan insanının yanındaydın. Azərbaycan xalqı, Azərbaycan insanı bəli, uşaq pulu davası eləməyib. Azərbaycan kişisi həmişə qürurlu olur. Azərbaycan